Salam. Bugün çoxlarımızın yaxşı bildiyini düşündüyü bir sözə baxacağıq. Kilsə. Bəs birdən bu söz haqqında ağlımızdakı o ilk təsəvvür əslində onun həqiqi mənasını tamamilə kölgədə qoyursa, necə? Gəlin bu anlayışın dərinliklərinə birlikdə səyahət edək. Bir anlıq düşünün. Kilsə deyəndə gözünüzün önündə nə canlanır? Yəqin ki, əksəriyyətimiz üçün dərhal hündür bir qüllə, bəlkə də rəngli şüşə pəncərələr, içəridə də cərgə-cərgə düzülmüş oturacaqlar olan bir bina gəlir. Bu, çox tanış bir mənzərədir, elə deyilmi? Bax, işin ən maraqlı tərəfi də elə burada başlayır. Çünki bu sözün orijinal mənası daşdan və taxtadan yox, insanlardan, canlı əlaqələrdən bəhs edir. Söhbət memarlıqdan çox bir hərəkatdan gedir. Deməli, əsas fərq budur. Fokus bir məkandan insanlara keçir. Yəni, məsələ hara gedirsən deyil, birlikdə kimsəndir. Bir tərəfdə cansız bir bina var, o biri tərəfdə isə nəfəs alan, yaşayan, dinamik bir cəmiyyət. Yaxşı. Bəs bu fərq haradan qaynaqlanır? Gəlin bunu anlamaq üçün bir anlıq zamanda geriyə gedək və sözün kökünə, orijinal mənasına baxaq. Təsəvvür edin, qədim bir şəhərdə yaşayırsınız və şəhər üçün çox vacib bir məsələni həll etmək üçün sizi evinizdən, gündəlik işlərinizdən ayırıb meydana çağırırlar. Bax, bu çağırılmış insanların toplanışına eklesiya deyilirdi. Müqəddəs kitab da məhz bu güclü sözü götürüb, ona daha dərin, ruhani bir məzmun qatıb. Buradakı fikir həqiqətən də inqilabidir. Yəni, müqəddəslik daş divarların arasında deyil, insanların özündədir, onların birliyindədir. Əsl məbəd elə bu insanların özüdür. Və bilirsinizmi, bu çağırılmış xalq ideyası heç də boş yerdən yaranmayıb. Bunun çox dərin kökləri var. Ta İbrahimə verilən vədlərdən başlayır, Sinay dağında bir millət olaraq formalaşır və peyğəmbərlərin gələcəyə dair ümid dolu sözləri ilə davam edir. Yaxşı, bəs bu xüsusi insan cəmiyyəti, bu çağırılmışlar, konkret olaraq necə və kim tərəfindən yarandı? Gəlin onun təməlinə baxaq. Mənbəyə görə bu sadəcə bir arzu deyil. Bu, ilahi bir vəddir, bir zəmanətdir. Yəni, kilsənin təməli insanların cəhdlərinə yox, birbaşa Məsihin öz sarsılmaz sözünə əsaslanır. Hər şey kiçik bir qrupun yaranması ilə başladı. Daha sonra Məsihin ölümü və dirilməsi ilə bu birliyə yeni, ruhani bir təməl qoyuldu. Və nəhayət, 50-ci gün bayramında dünyaya elan olunaraq öz missiyasına başladı. İndi isə gəlin bu cəmiyyətin necə işlədiyini izah edən, bəlkə də ən güclü və ən gözəl obraza nəzər salaq. Baxın, məhz bu nöqtədə bütün anlayış tamamilə canlanır. Biz artıq quru bir təşkilatdan danışmırıq. Biz biologiyadan, canlı, nəfəs alan bir orqanizmdən danışırıq. Bu bədən bənzətməsinin mənası o qədər dərindir ki, bu o deməkdir ki, heç kim artıq deyil, heç kim unudulmur. Hər bir üzvün özünə məxsus, əvəz olunmaz bir yeri var və eyni ilə bədənimizdəki kimi bir üzv ağrıyanda bütün bədən ağrıyır, bir üzv sevinəndə sevinç hamıya yayılır. Bəs yaxşı, bu canlı bədənin məqsədi nədir? Sadəcə bir araya gəlib öz daxilində yaşamaqmı? Cavab qətidir, əsla yox. Onun əsl kimliyi özünə qapanmaqda deyil, dünyaya açılmaqdadır. O, özü üçün yox, başqalarına xidmət etmək üçün mövcuddur. Və bu missiyanın 3 əsas yönü var. Sözləri ilə həqiqəti bölüşmək, əməlləri ilə ehtiyacı olanlara kömək etmək və bütün varlığı ilə Allahın sevgisinin bir nümunəsi, bir səfiri olmaq. Və nəhayət, bilməliyik ki, kilsə anlayışı təkcə keçmiş və bugünlə bağlı deyil. Onun baxışları həm də gələcəyə, böyük bir ümidə doğru yönəlib. Bu obraz, Məsihin gəlini sadəcə gözəl bir sonluq deyil. Bu bütün hekayəyə, bütün bugünkü çətinliklərə və səylərə məna verən bir təyinat nöqtəsidir. Tükənməz bir ümid mənbəyidir. Yaxşı, gəlin sürətli bir şəkildə yekunlaşdıraq. Kilsə bir bina deyil, bir araya çağırılmış insanlardır, bir təşkilat deyil, Məsihin barçılıq etdiyi canlı bir orqanizmdir. Bu orqanizmdə hər kəsin bir rolu, bir missiyası və gələcəyə dair böyük bir ümidi var. Beləliklə, bu araşdırmamızı bir təriflə yox, bir sualla bitiririk. Bu sual bütün bu konseptual müzakirəni götürüb, birbaşa sizin şəxsi düşüncələrinizin mərkəzinə qoyur.